Salam əziz şagirdlər. Bugün 12 aprel 2026-cı il 9-cu sinif buraxılış imtahan suallarına baxacağıq. Baxaq 57-ci sual. 12-dən 4-də 3 vurulsun 2 çıxılsın 27 bölünsün -4-də 3-ün kvadratı. 12-dən 4-də 3-ü çevirirəm. 4-də 51-i vururam 2-yə, çıxıram 27-ni, bölürəm 16-da 9-a. Buradan bunu hesablandı. Elə də 2-də 51. 2-də 51-dən çıxıram 27-ni. Vururam. Tərsinə vuranda böləndə tərsinə vurur. 19, 16. Bu da bərabərdir. Bu da edir -2-də 54-dən 51 çıxanda 3. Vurursun 9-da 16. Bu da eləyir -3-də 8. Sadələşdirsək -2-dən 3-də 2 almış olaraq. Davam eləyək növbəti 58-ci sualda. Tərkibində 2,5% mis olan 1 ton mis qarçadanından 21 kiloqram mis alınır. Neçə faiz mis itkiyə gedir? Deməli 1 tondan 21-dən çox mis alınmalıydı ki, amma 21 alınır. Deməli 1 ton 1000 kiloqramdır. 1000-in 2,5%-ni tapıram. Böyle 25 kiloqram. Deməli bizdə alınmalıydı 25 kiloqram mis. Amma itkiyə getdiyinə görə 21 alınır. Deməli 25 alınsaydı bu 100% işimizi görmüşük. Amma 21 alınıb, deməli 4 kiloqram itkiyə 4 x faizdir. Buradan alınır 4 vurulsun 100 bərabərdir 25 vurulsun x. X də bərabər 16%. Davam edin növbət. 59-cu sualda. Koordinat müstəvisinin ABCD kvadratında koordinatları verilmişdir. B təpəsinin koordinatını tapın. Belə olanda hər zaman bunu qururuq. Deməli, y-imiz və x-imiz. Ayımız 4, 1. 1 də deyik buradadır. A nöqtəsi düşdü bura. C nöqtəsi 2, -1. 2 buradadır, -1 də buradadır. Düşdü bura. D nöqtəsi 2, 1. Aha, burada. Deməli, əgər bu birləşəcəksə bu formada, deməli, digərdə bura düşəcək. B nöqtə 4, -1. 4, -1 bizim cavabımızdır. D variantı ilə. 60-cı sual. A-5-in kvadratı çıx 16. Əziz şagird, 16 biz bilirik ki 4-ün kvadratıdır. Bu da A kvadrat çıx B kvadrat. 1 minus 1 plusdan tapırıq. Burada nə edir? A-5 minus 4. A-5 plus 4. Bu da bərabərdir. A çıx 9. A çıx 1. A çıx 9, A çıx 1 A variantı. 61-ci sual. Uyğun tərəflərin uzunluğu 16, 18 və 20 olan verilən üçbucağın orta nöqtə birləşməsi. Deməli, əgər orta nöqtələrin birləşməsi alınan üçbucaq istəyirsə, bu üçbucaq kiçik üçbucaq deyək, bu böyük üçbucağın perimetrinin yarısıdır. Ya bundan yazın, ya da istəsəz çəkin şəkli 16, 18, 20. Orta nöqtələrini birləşdirək. 16-dırsa bura eləyir 8, 18-dirsə 9, 22, 10. Həqiqətən də baxın, hər tərəf digərinin yarısı elədiyinə görə perimetr digərinin yarısı. Deməli, perimetr deyil 17, 27. Davam edək. 62-ci sual. Tam səthinin sahəsi 24 olan kubun həcmi. Kubun tam səthinin sahəsi 6A kvadrat. 6A kvadrat 24. Həcmi isə A kub istəyir bizdə. A kvadrat bərabərdir 4-ə, A da elədi 2. A2 həcm 2-nin kubu 8-dir. 63. Çevrənin uzunluğu 32 pidir, dairənin ölçüsü. Çevrənin uzunluğu 2 pi r-dir, 32 pidir. Pi ilə pi getdi, radius elədi 16. Bizdən də radius istəyir. 64. A'yımız -5'in kvadratıdır. B'yimiz -5 kvadratdır. C'miz də -5. Dirmi qaysın? Əvvəl hesablayıb. -5'in kvadratı müsbət 25. -5'in, yəni 5'in kvadratı 25'dir. Qabağına -25. Burada da -5. Burada ən böyük əlbəttə ki A'dır. Daha sonra burada baxırıq -25, -5 hansı böyükdür? Əlbəttə ki -5. Sonra A böyükdür C'dən, o da böyükdür B'dən. C variantı. 65.
Kəsirin məxrəci sürətindən 1 vaid böyükdür. Məxrəc sürətdən 1 vaid böyükdür. Bu kəsilə onun tərsini toplasa 2 tam %5. Demək tərsini toplayırıq. X plus 1'ni x toplayırıq. 2 tam %5. Bunu ixtisar edirəm. 20'də 1. Deməli x bölünsün x plus 1 üzərinə gəl x plus 1 bölünsün x bərabərdir 20'də 41. Orta məxrəcə gətirək. X vurulsun x plus 1. Buradan qaldı x'i. Buradan qaldı x plus 1'i. X'in kvadratı üzərinə gəl. X plus 1 x plus 1'ə vuranda x kvadrat. Üstə 2x üstə gəl 1. Bərabər 20'də 41. Daha sonra tənliyimizi həll edərkən 20'ni vururuq. 2x kvadrat. Üzərinə gəl 2x üzərinə gəl 1'ə. 41'i vururuq. Vurub açaq. X kvadrat üzərinə gəl x'e. Burada nedir? 40x'in kvadratı üzərinə gəl 40x üzərinə gəl 20 bərabər 41x'in kvadratı üzərinə gəl 41x. Buradan var x kvadrat üzərinə gəl x çıxılsın 20 bərabər 0. Deməli vuranda -20 toplayanda isə -1 olan ədədlər bizə lazımdır. V-dən kvadrat tənliyi həll edirik. Bu da 5 və -5 və müsbət 4'dür. Əlbəttə ki, kəsirimiz düzgün kəsirdən söhbət gedirsə 4'dür. Deməli, bizim kəsirimiz isə x plus 1'də x olduğuna görə edir 5'də 4. Bizim cavabımız. Davam edelim növbəti. 66. sual. Bölünən 496. Qismət 4. Qalıq 96'dır. Böləni istəyirik x. Deməli buradan 4x üstə gəl 96. 496'dır. 4x bərabərdir 400'ə. X elədi 100. Cavab C variantı. 67. Kök altında 4 bölü kök 25. 25'dən çıxır 5. Kök altında 4 bölü 5. Bu elədi 9. 9'dan da çıxır 3. 68. 7 də üstə gəl 7'ci. Məxrəcdə də 21'də üzərinə gəl 21'ci. Aşağıdan 3'e çıxardıram çölə. 7 də üzərinə gəl 7'ci. Yəni eyni dedik. Bir də yuxarıdan 7'dən aşağıdan 21'i çıxarmıram. Getdi qaldı 3'də 1 variantı. 69. sual. Bir x bərabərdir -2 olarsa -1,5 x -x bölünsün 3 çıxılsın 2'ni tapın. -1,5'i -2'ye vuranda belə bizə 3. Buradan da alınır 2 bölünsün 3 çıxılsın 2. Buradan da elədi 2 çıxılsın 6. Bu -4. -4 B variantı. 70. sual. Ax kvadrat üzərinə gəl bx üzərinə gəl c bərabər 0 kvadrat tənliyinin kökləri -5 və 3'dür. Deməli biz bilirik ki x1 plus x2 -b böl adı. x1 vurulsun x2 c böl adı. Əgər bizdən b bölanı istəyir, demək köklər cəmindən söhbət gedir. -5'in üstünə gəlirik 3'ü. Buradan alınır ki -b böl a bərabərdir -2'yə. B böl a da elədir müsbət 2. Y variantı cavabdır. 71. 180 ədədini 1, 2, 3 nisbətində 3 isə 60'dır. Yəni x üzərinə gəl 2x üzərinə gəl 3x bərabərdir 180'də. Burada nə edir? 5, 6x 180'dır. X elədi 30. Deməli biri 30'dur. Biri 2 dəfə 30'dur. Bir də 3 dəfə 30. 30, 60, 90. B variantı. 72. Üçbucaqlar kanguru oxşardılar deyir. X'i tapın. X'i tapınsa biz demişik ki uyğun bucaqların qabağındakı tərəflər nisbətləri və baxın burada 1 xəttdir, burada 2 xəttdir, burada 3 xəttdir. 1 xəttdir, 2 xəttdir, bu da yəqin 3 xətt olub silinib 3 xəttdir. Deməli 1 xəttlinin qabağında 4'dür. Digərində 1 xəttlinin qabağında x plus 4'dür. 2 xəttlinin qabağında bu üçbucaqda 2x minus 5'dir. Burada 2 xəttlinin qabağında 6'dır. Çarpaz vurur tənasüb kimi.
X plus 4 vurulsun 2x minus 5 beraber 4 vur 6. 2x'in kvadratı. Çıxılsın 5x üstüne gel 8x çıxılsın 20 beraber de 24. 2x'in kvadratı üzerine gel 3x çıxılsın 44 beraberdir 0. Bunu istəsəz vuruqlara ayırmayla da yaza bilərik. İstəsəz diskriminantdan da. Yəni kvadrat dənikli qısacası hansı formada istəyirsə həll edirik. 2x x yazırıq. Sonra 44 bizim için 4 vurulsun 11'dir. 4 ve 11 yazıq. Elə bil biz nə edirik? Çarpaz vurup toplayanda bu 3'ü almalıyıq. Baxın bura mənfi olacaq. 11x'dən 8x çıxanda 3x. Deməli vuruqlardan biri elədi 2x plus 11. Biri elədi x minus 4 bərabər 0. Buradan alınır x bərabər mənfi 5 onda 5. Buradan alınır x bərabər 4. Tərifimiz mənfi olmadığına görə bu mənfi 5 onda 5'i sildik. X'imiz alındı 4. Bizdən x istəyir 4. 73. sual. Oto 3 7a üzerine gel 2b. Cəmi cüt ədəd olarsa a plus b cəminin ən böyük qiymətini tapın. Deməli a b-dən fərqlidir və cəmi cütdür. Ən böyüyünü istəyir. Deməli ayımız məsələn buradan götürək. Ayımız 0-dan 9-a qədər rəqəm ola bilər. B-imiz də 0-dan 9-a qədər rəqəm ola bilər. İndi bizə deyir ki, A B-dən fərqlidir. Böyüklərini götürmək lazımdır. Deməli, A-ya biz nə verə bilərik? Cüt alınsın deyə. A ilə B-yə biz verə bilərik. 9 ilə 9 ki, cüt alınsın. Sonra birinə 9 verib, birinə 7 verə bilərik. Burada da cüt alınır. Yəni bu 9 ilə 7. İndi məsələn deyə bilərsiniz ki, ay mənim 8 də vermək olar. Bəli, 8 verəndə ya 8 verməlisən, ya da 8 verəndə 6. Yəni ən böyüklər bunlardır hal-hazırda. İndi bizdə deyir ki, eyni olmasın. Deməli 9'lar getdi, 8'lər də getdi. 9'u da 7 neçə edir? 16. 9 8 10 neçə? 14. Deməli ən böyük cəm neçədir? 16. Əlbəttə ki, məntiqlə düşünəndə ən böyük 9-dan alınır. Cəmi cüt ədəddirsə, deməli sonuncu rəqəmlərin cəmi cüt verməlidir. Davam edir. 74. 74'te deyir ki, 2x plus y bərabərdir 5. Qrafik üzərində apsisi mənfi. Yəni apsis nədir? X'imiz mənfi 4. Ged x'in yerinə mənfi 4 qoy. Mənfi 8 üstə gəl y bərabər 5'ə. Y də bərabər 5 ilə 8 13. Ordinatını tapın 13. Bir təpəzi koordinat başlanğıcında olan deməli qrafik evet fonksiya çekək bunu formada. Bu da bu formada gəlib. Şəkil biraz pis alındı. Formada. Deməli koordinat başlanğıcı və diaqonalları qat. Deməli diaqonallar burada kəşir. 4 0. 4 0 nöqtəsi K burada. Diaqonalların kəşf nöqtəsi. A, B, C də qeyd edirik. Kvadratın sahəsini. Deməli, diaqonalların kəşf nöqtəsi nə demişik? Diaqonallar kəşir və kəşf nöqtəsini yarıya bölünür. Deməli, bu 0-dan 4 0-a qədər. Burada 4 isə, burada neynədir? 4. Deməli, kvadratın diaqonalı 8-dir. Kvadratın diaqonalı 8 isə, sahəsi nə idi? Diaqonalın kvadratı bölünsün 2. Deməli, 64-ü bölürəm 2. Elədir 32. 76. sual. Mənfi 3 kiçik bərabər 2x, kiçik bərabər də 11'ə. Hər tərəfi 2'yə bölürəm. Mənfi 1 onda 5, kiçik bərabər də x, kiçik bərabər 5 onda 5. Tam əllər cəmi. Mənfi 1 onda 5'dən 5 onda 5'ə qədər rəqəmini tam ədəd. Mənfi 1, 0, 1, 2, 3, 4, 5. Bunlar getdilər. Digərlərini toplayırıq. Eləyir 14. 77. Sistem tənlikdir. X kvadrat çıx 7x y üzərinə gəl. Y kvadrat 14'dür. X kvadrat üstə gəl 3x y üstə gəl y kvadrat 4'dür. Deyir x minus y tap.
Toplayıram hər birini. 2x kvadrat çıx 4xy üstə gəl 2y kvadrat 18'dir. Böl 2'ye x kvadrat çıx 2xy üstə gəl y kvadrat bərabər 9. Bu da deməli x minus y-in kvadratıdır. Nəyin kvadratı 9'dur? Müsbət mənfi 3. Modula istəyir. Deməli modula x minus y eləyəcək 3. Bu qədər. 78-ci sual. İndi ətraflı suallarımıza baxaq. Deməli AC və BD nöqtələri Y nöqtəsində kəsişirlər. Y nöqtəsində YF əgər YF BYS-nin tənbələnlidir. Tənbələnlisi deməli bura alfadırsa burada alfadır. Və SYD 50 dərəcə olarsa AYF-ni istəyir. Buranı istəyir ümumi. Deməli, uşaqlar fikir verin bu bucağa. Bu bucaq neçə dərəcə 180. Deməli, mən yazıram 50 plus 2 alfa bərabərdir 180. Alfa bərabərdir 180-dən 50 çıxan 130 bölü 2 65. Deməli, bura 65-dir, burada 65. İndi bu düz xət üçün baxaq. Qırmızı ilə göstərim sizə. Bu düz xət üçün baxaq. Bura. Bizdən istəyir bu bucağı. Bu bucağı istəyirsə... Bura ümumi 180'sı 180'dan 65 çıxıb cəmsi. 180 çıxasan 65. Bu da elə 180'dan 65 çıxanda 115 dərəcə. 79-cu sual. Yenə şəklinə çəkək. Düz bucaqlıdır. Deməli, buradan bir hündürlük buradan çəkilir. Bir hündürlük buradan çəkilir. Bunu birləşdirib. Deyir BM 5'dir. Əgər bura 5'dirsə, deməli eyni üçbucaqlar olduğuna görə buradan çəkilən hündürlük, buradan çəkilən hündürlük eynidir. BM-nin sahəsi, yəni bunun sahəsi 60'dır. Əgər bunun sahəsi 60'dır, bura bir A deyək. 2'də 1, 5A bərabər 60'a. A-nı tapdıq, 24. Deməli, buraya 24'müş. Deyir A-səni tap. Bura bir x desək, burada bir x desək. Fikir verin, düz bucaqlı üç bucaqda, düz bucaqda bizə hündürlük çəkilib. H kvadrat MN düsturumuz var bizim. Gəlin yazaq onu. Deməli 5'in kvadratı bərabərdir. X vurulsun. Bu tərəfdə də 24 plus x-i. Tənimizi həll eləyək. X kvadrat üzərinə gəl 24x bərabər 25'e. X kvadrat üstə 24x çıx 25 bərabər 0. Yenə viyyətdən toplayanda mənfi 24, vuranda mənfi 25, mənfi 25-dən 1'miş. Deməli, AC-mizin bu kiçik hissəsi nə qədər imiş? 1. Bura 1'dir, bura 1'dir. Ümumi də eləyəcək AC bərabərdir. 24 üstə gəl 1, üstə gəl 1. Yəni 26. 80-ci sualımız. 24 nəfər şagirdən ibarət sinif fizika, kimya fənləri üzrə qiymətləndirildi. Fizika və kimyadan qiymət. Deməli, fizika və kimya birlikdə 24 nəfərdir. Fizika fənninin qeyri-məqbul qiymət alanların sayı, fizikadan kəsilənlərin sayı qeyri-məqbul 8'dir. 8 nəfər qeyri-məqbul. Hər iki fəndən məqbul qiymət alanların sayı isə 9'dur. Deməli, hər iki fəndən alanların sayı 9'dur. Yalnız fizika fənnindən məqbul qiymət alanların sayını tapın. Deməli, 24 şagird qiymətləndirildi. 24 şagirddən 8'i fizikadan zəif qiymət alıb, qeyri-məqbul qiymət alan və hər iki fəndən məqbul qiymət alanların sayı 9 nəfər alarsa, yalnız fizika fənnindən məqbul qiymət alanların sayını tapın. Deməli, Venn diaqramımızı çəkək biz. Fikir verin. Bu fizikadır. Bu da kimyadır. Deməli, 8 nəfər fizikadan kəsilib. Ola bilsin ki, kimyadan keçib. Yəni, bunu hələ ki görməli. Bəlkə də hər iki fəndən də qeyri-məqbul qiymət alıb. Ola bilər. Deməli, sinifdə ümumi şagird sayı 24 şagirddir. Burada isə 9 nəfər var. 24 nəfər şagirddən
8-i fizikadan məqbul, qeyri-məqbul qiymət alır. Deməli, bunlar fizika və kimyadan qiymətləndirilibsə, deməli, bunlar demək kimyadan keçiblər. Bunu demək istəyir də yəqin ki. Yalnız fizikanı, yəni buranı istəyirsə, 24-dən çıxırıq 9-u, çıxırıq 8-i. 24-dən 17-ni çıxırıq, bu da eləyir 14-dən 7, 7. Deməli, yalnız fizikadan məqbul qiymət alanlar 7 nəfər olacaqdır. 81-ci sual. 81-ci sualda deyir, 26 tələbədir. 70-84 arası birinci, ikinci söhbəti varsa adi vurma ehtimalı olacaq. 70-84 arası 10 nəfərdir. Vurulsun, biri götürüldü 25-də. Digərində yerləşir 13 nəfər. İxtisarlar aparı qaldı burada 2. Ondan 25 getdi qaldı burada 5. Burada 2 ilə 2 getdi qaldı 5-də 1. Yəni ehtimalımız 5-də 1 və ya 0,2-dir.